O görmə hanı bax. Bir dəqiqə tapacağım. Bu telefonda olmasa da girib Insta şeydə tapacağım. Baxırsınız, məsələn, mən burada şəklimə. Burada nə görürsünüz? Görürsünüz bunu, məsələn. Bu mənim səhifəmdə var. Qabağımdakı bakalı da görürsünüz. Hə, bu qəşəng çaxırdır. Şota Margo'dur, nədir onlardandır. İtalyan şərabdır. Moskvada İtalyan restorandır, yəni. No problem. Nə problem var ki? Problem var. Sonra nəyi bilmək istəyirsiniz? Yəni axırıncı videomda aktivləşdirərsiniz. Yaxçı əllərim, da yazıq əllər neynəsin? Yazıq əllə bu yazıq əl işgüzar əl. O bir telefonumdadır. Yəni birini göstərdim də əsas onu. Bax belə. Şimnaz xanım, yox. Belə bayramda zadda, hə. Necə? İçkini öz ərimlə dedim də, yəni başqasının əri yox ay canım. Ay, adı sevda olub, ağzı əyri, göz çaş olanın fake adı. Fədaya xanımla bağlı mənə sual verməyin. Çünki özünün səhifəsi də var. Ondan soruşa bilərsiniz. Yaxşı, mən özümə cavab deyəm. Görürsünüz, bax, fake profilə baxırsınız. Bax, eyni adamdır, eyni adam. Attım da. Nə yazıb? Sizi çox sevirik Afət xanım, Dastoyun. Belə qana salamlar. Çünki canlı açmışdım. Mən açmamışdım canlını, Fədaya xanım açmışdı. Hətta mən dedim ki, zəryatka qutarır, söndürdüm. Gələndə dedi, niyə söndürdün? Dedim, zəryatka qutarır. Dedi, aç. Mən də sonra zəryatkaya qoydum, yenə açdım, yəni. Özünə yazın, deyin ki, canlını kim açmışdı? Onu yazdıran ağzı əyri, göz çaşdı. Çünki o özü, o ruh da daxil, o özü fikirləşir ki, yanımda bir məsəl üçün nəsə danışsa götürüm onu, onun öz xarakteri ilə deyə. Mənim məsəl üçün həyatı boyu, hətta mən canlı açmışdım, amma mən söndürəndə mənə deyildi ki, Fədaya xanım dedi ki, Afət xanım, və canlını aç. Alo, здравствуйте. Меня зовут София, я представляю интересы компании Ростелеком. Можете говорить? Не, времени нет. Знаете, допрос займет всего пару минут максимум. Мы быстро расскажем, если для вас будет... Хорошо. Угу. Смотрите, в вашем регионе доступно уникальное предложение компании Ростелеком. Это домашний интернет. Не надо, у меня времени нет. İnternet anlam. Aldım pulu İbrahim Eliya. Aldım, bəli. Yox, bu prичем tut? O qədər mən toydan canlı açanda hər dəfə yazırsınız. İçki içmirsən, içki içmirsən. Ay canım, içəndə deyirəm, deyəcəm də. İçməmişik, yox. Qaydırsınız. Öyle bir ki, dombalaq açmışıq. Belə ayıb olmasa. Bunu yaydıram, belə cür bu şeyi eləyən ağzı əyri, göz çaşdı. Mən sizə deyim. Gic orada yazdıran da odur. Mənim yanımda kim mənlə dostluq eləyirsə, onlara da nifrət edir, ağzı əyri, göz çaş. Məsələn, bir əməkdar artist var. Mənim oğlumun toyuna gələndən sonra həmin əməkdar artisti ağzı əyri, göz çaş izləmədən çıxartdı. Özü bilir o əməkdar artisti. Arzu xanım, bizim Arzu xanımdır bu.
Bu papurların kraliçası. Bu kız da partladır da bunu. Bu xanımın da düşmənləri. Yadınızda deyil, Arzu xanımın adına da nə iftiralar qoşdular, nələr dedilər. Yadınızda deyil. Yəni, biz müğənnilərə düşmənim varsa, ancaq belə şeylər deyə bilərlər. Düşmən, başqa heç nə deyə bilməz. 100 manata aldığım paltar. Hə, əlbəttə. Fenerbahçe fake profillə yazma. Öz adını da fake profillə dediyini nənəm də deyər. Öz adınla çıxıb deyənməzsən. Sənin qulağından belə tutarlar, gətirərlər, deyəsən ki, telefon stolunuzda qalmışdı, qonşu yazıb, xəbərim yoxdur. Evdə uşaqlar yazıb, səni kimi monitor şirlərini, 50'sini tapıb çıxartmışam ortaya. Sağ ol ay Arzu, sən də düppədüzsən və həmişə də haqq nazilər, amma üzülməz də. Gecə tezi ortaya çıxır. Arzunun da düşmənlərini bilirik kimlərdir, ortalığa yazanlar da kimlərdir. Mən Arzunun vəkili deyiləm, Arzunun dildə var, dilçəyi də var. Allah o bir balasını qorusun. Olmaz. O da bir Azərbaycanlı xanımdır. Özü də gözəl sənəti var. Sənəti var ha. Yəni ümumiyyətlə baxın, biraz kabut da olsa bir misal çəkəcəm. Bu heyvanlarda da belədir. Qoyun sürüsünün içinə bir qoyun gələndə qıraqdan, o bir qoyunlar onu buynuzluyur. Amma həmçinin də müğənnilərin içərisində yeni bir müğənni gələndə, özü də uğurlu müğənni gələndə başlayırlar ona iftiralar, böhtanlar atmağa. Pəndişeş mahnısında mənə öz sənət yoldaşlarım nə hoqqalar çıxartmadılar. Cəmaatı inandırmışdılar ki, afət sizin toyda pəndişeş olsa, sizin toyunuz dayanacaq, afəti tutub aparacaqlar. Elə başıboş adamlar var idi, onu inanırdılar da. Ağlı olan, dərrakəsi olan da inanmırdı. İnananlar da cahillərdir. Cahil adamın heç məni toyuna aparmamağı lazımdır elə. Mənə lazımdır. Hə, sürüyə yeni qoyun gələndə o bir qoyunlar qoçsa da onu buynuzuna keçirir. İndi belə məktəbdə deyilədi. Belə sözlər yapışmır. Yox, mən nə deyirəm ki, mən burada tərbiyə bir şeylərdən danışıram. Qadağalar nə? Götürülməsin canım. Efirlər görün nə gözəl olub. Düzdür, bir-iki yaxşı müğənnilər var idi. Elə o da deyir, qurunun oduna yaş da yandı. Onları da xalq sevirsə, onsuz da aparırlar da toylarına dostlar. Müğənnilər efirə niyə çıxır? Toya gedib pul qazansınlar. Belə. Dünənki paltarınız özünüz tikmişdiniz. Yox, Bakıda tikdirib gətirtmişəm. Xanım adlı dərzim var. Buradan salamlayıram onu. Efirlər deyir təmizlənib. Hamı razıdır efirlərdən, görürsünüz. Xalq budur da. Aldıq, hə, pulumuzu aldıq. Siz yəqin yeni qoşulmuşsunuz. Valla o xanıma yazdığınızı mənə yazmayın da. Gedin onun özündən soruşun. Bura mənim səhifəmdir. Yəni, mən afətəm. Başa düşdünüz? Məni də sizlər sevirsiniz ki, mən buradayım. Siz mənə, belə deyim ki, zaman da tənqidiniz də olub, razılaşdığım da olub, razılaşmadığım da olub. Amma başqa adamın haqqında mənə sual verib. Mən sual verdiniz, bir dəfə danışdım, fikir bildirdim, səhifələrdə paylaşın. Çox dəyişilmişsiniz gözəl. Sağ olun. Nersən deyir, onlar deyir. Canım mənim, Sura xanım, siz baxmırsınız ki, hələ razqar başlamayıb, toy sezonu o dərəcədə deyil, amma sizin müğənniniz hər gün toyda dözdü ansamblla. Bir tərəfi Novosibirsk, hətta o gün Belarusiya getmədim. Buradan Vüsalı salamlayıram, özü də gördü. Dedim, yox, çox yorğun olaram da, yəni mən pul sevənəm, amma da çox da özümü öldürmürəm də. Buradan uçun Belarusiya, oradan gəlin Moskva, buradan uçun Novosibirsk, belə buradan Kaluqadan Moskva, dünən Moskva toyub. Yəni, arada artıq bir-iki dənəni də götürmürəm. Çünki bütün Mamet demiş, Rusiyaya səpələnən pulları mən yığmalı deyiləm ki. Bir gün masal 32, hə, bəli. Ona görə də, yəni, mən görsəm mənim işimdə hansı Sura xanım, sual yazan xanım, Milli şunu salamlayıram. Hə, mən görsəm işimdə axsıma var mənim bu danışıqlarımda. Ağız mənim deyil, 180 dərəcə çevirərəm, sənin xoşuna gələn kimi danışaram. Axı, mən görürəm, daha da çoxalma var.
Hətta bizim dünənə iki toyun behin götürmüşdüm. Necə? Biri Şəmkir toyudur. Allah rəhmət eləsin. Rəhmətə gedənlər oldu. Behləri bizdədir. Yəni 40 çıxandan sonra inşallah ki toy bərpa olar. Amma dünənki də belə